Rahim elhamdülillahi rabbil alamin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Biz Salih'in Bahsası kitabında 240-cı hədisi davam edirik. İkinci və hədisi oxuduq və hədisi davam edirik. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bir-birinizə həsəd aparmayın və bir-birinizin üzərinə qiymət artırmayın. Və bu yerə gəldik. Bu nə deməkdir? Və la tənəcəşu. Nəcəş nədir? Bir mal çıxarılır satışa. Qiymət artımı ilə. Məsələn 10 manat qiymət qoyulur, divarımı artırın. Bizdə nə deyilir ona? Məzəd aləni ərəbcə deyilir ona. Açıqda qiymət aksiyon. Bir mal aksiyona çıxarılır və həmin kəs də malı almaq istəmir. Görür ki, o qardaşı onu almaq istəyir. Məsələn 10 manat deyir, 10 manat alacaq da, deyir 11 manat. Peyğəmbər bunu qadağan edir. Sənin almaq niyyətin yoxdursa, o başqalarına o qiyməti qaldırmaq üçün qıraqdan bunu bu formada qiyməti qaldırmağa qadağan edir. Bir-birinizə yəni qiyməti qaldırmayın o mənada. Ki burada müştəriyə ziyan vurmaq istəyir həmin adam. Satana isə fayda vermək istəyir və yaxud da ikisini də bir yerdə. Malı artırmaqla. Müştəriyə ziyan vurur, nə edir? Satana isə fayda vermək istəyir. Misal olaraq, bir bazara aksiyon hər hansı bir mal hərraca çıxarılır və insanlar qiymət qaldırırlar. Və bir kişi də durur, qiyməti qaldırır, amma həmin şeyi almaq niyyəti yoxdur. Məsələn, deyir, biri deyir ki, 100 realdan başlayır, məsələn. O deyir ki, 110 real. Amma almaq istəmir. Lakin burada nə istəyir? Burada istəyir ki, başqa müştərilərə qiyməti qaldırsın. Alıcıya fayda versin qiyməti qaldırmaqla. Alıcıya fayda versin. Bu təbii ki, haramdır. Bu caiz deyil. Çünki burada düşmənçilik vardır. Amma insan bir malda olan qiyməti qaldırmaqda olan rəğbəti, əgər bunu istəyərsə də, Əmmə izəzədil insanu fissəməni ən rəğbətin fissilati. Malı almaq istəyir, onu görə qaldırır. Lakin qiymət qalxır, sonra baxır ki, buradan təbii gedəməyəcək, tərk edir. Burada heç bir işgal yoxdur. Sən əgər o malı almaq niyyəti ilə alışda, aksiyonda iştirak edirsənsə də, hərracda iştirak edirsənsə də, heç bir işgal yoxdur. Yox, almaq niyyətin yoxdur. Sadəcə qaldırırsan ki, başqaları üçün qiymət qalxsın, alanlar üçün. Bu, Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan edir. İnsanların çoxu bir malın ucuz olduğunu görürlər və baxır ki, bu malı ucuz qoyublar. Da bilir ki, bu mal ucuz deyil. Hərraca çıxarılan mal var, onu ucuz qoyubdur. Bilir ki, bu ucuz deyil. Qoşulur, istəyir ki, o malın qiymətini qaldırsın, həqiqi qiymətinə gətirsin. Niyyətə bağlıdır. Yəni, həmin qiymətə gələndə çəkilir qırağa. Orada kim alacaq, kim artıracaq, o problemdir. Biri bu niyyətlə edir. Var insanlardan, yəni bəziləri bu əməli edir. Ki, malın ucuz olduğunu gördükdə istəyir ki, bu mal həqiqi qiymətinə gəlsin. Burada heç bir işgal yoxdur. Və bəzi insanlar isə istəyir ki, həqiqətən o malı almaq. Onun qiyməti qalxır, görür ki, almağından, qüdrətindən yuxarıdadır. Onda da nə edir? Çəkilir qırağa, bunda da heç bir işgal yoxdur. İşgal hardadır? İşgal bir insan o malı almamaq, müştəriyə ziyan vurmaq niyyəti ilə qiymətini qaldırır hər azda. Qıraqdan dillənirlər də 10 manat, 11 manat, 20 manat, 21 manat, məsəl üçün. Bu, baxır ki, hara kimi bunu qaldırıb müştəriyə ziyan vurub satıcıya xeyir verə bilər. Bu qadağadır. İnsanlar bu hərracda 3 qismə bölünürlər. Birinci qism nəcəş edir, nəcəş, o da haram olandır. İkinci, onu artırır, malın qiymətini artırır ki, görür ki, mal ucuzdur, ona görə artırır. İkinci, qəsdi isə malı almaq deyil. Üçüncü qism isə onu almaq niyyəti vardır. Sadəcə qiymət qalxdıqca sonra görür ki, qiymət qalxır, ala bilmir və yaxud da ki, özünün orada
zəfər çalacağını görür ki, bunu alma ehtimalı gücü satacaqdır və ona görə qiyməti qaldırır və yaxud da bunu alır. Ya tərk də edə bilər bunu və yaxud da ala da bilər. Bütün hallarda gücü satan miqdarı kimi qaldıra bilər bunu. Bu üç qismdən kənara çıxmırlar. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Və la təbəğadu." Yəni bir-birinizə nifrət eləməyin. Yəni bu möminlərə nisbətdə, yəni bu söhbət möminlər üçündür ki, onlar bir-birlərinə nifrət eləməməlidirlər. Yəni insana caiz deyil ki, öz qardaşına nifrət eləsin. Yəni hətta qəlbində olsa belə nifrət eləməməlisən. Çünki o onun qardaşıdır. Yəni bu qardaş asi və fasiq olsa belə sənə icazəlidir ki, onun fasiqliyinin miqdarı qədər ona nifrət edəsən, o fasiqliyinə görə. Amma mütləq olaraq ona nifrət eləmək sənə icazəli deyil. Başa düşə bilirsiniz? Yəni bir qardaşın günahlar üzərindədir. Sən onun günahlar üzərində olduğu miqdarda nifrət eləməlisən və imanı tərəfindən də sevməlisən. Məlumdur ki, biz bir müsəlman kişini araq içən, siqaret çəkən, şalvarının ayağını topuqdan aşağı eləyən görəsi olsaq, biz ona bu nöqtədən nifrət edirik. Biz ona mütləq olaraq nifrət eləmirik. Necə ki, kafirə nifrət edirik. Əksinə, ona biz kafir kimi nifrət eləsək, kafirə nifrətimiz kim olasa olsa, Allah zələsin insan çevrilmiş olar, dinindən dönər yəni. Biz ona asiliyi cəhətdən, fasiqi cəhətdən nifrət edirik və imanı cəhətdən isə onu biz sevirik. Lazımdır ki, insan ayırsın. Fasik müsəlmanla kafiri ayırsın. Ayırmasa bu böyük təhlükə ola bilər. Ola bilsin ki, insanların bəzisi müminin fasikliyinə görə ona kafirdən də çox nifrət edir. Belə bir şey ola bilər. Görürsən ki, bəziləri cahilliklərindən deyirlər ki, filan kafir filan kəsdən mənə görə yaxşıdır. Mümkündür yaxşı olsun. Filan kəs mümündürsə də, günah üzərində olsa da belə, filan kafir sənə görə heç vaxt onu sənə nisbətdə ona görə yaxşı ola bilməz. Yəni sən bunu eləməməlisən. Allah qorusun, bu fitrətin sevirilməsidir. Sən kafiri sevməməlisən heç. Nə qədər müminin günahı olsa da kafirdən xeyirlidir. Yadda saxlayın. Yaxşı. Sən ona asili cəhətdən nifrət elə, imanlı cəhətdən isə onu sevgilən. Sual verilsə ki, necə sevgi ilə nifrət bu kişi bir yerdə cəm ola bilərmi? Cavab budur ki, sevgi ilə nifrət bir şeydə cəm olması mümkündür. Sənə bir misal çəkim. Bir həkim sənə bir dərman yazsa, o dərman acı və çox pis iyili olsa, lakin sənə desə ki, onu iç, Allahın izlə şəfa tapacaqsan. Sən isə bu dərmanı mütləq olaraq sevmirsən. Çünki acıdır və iyisi də pisdir. Lakin şəfa tapmaq səbəbi ola bilər deyə o dərmanda, o cəhətdən o dərmanı sevirsən, içirsən. Bax, demək, sevgi ilə nifrət bir şeydə cəm ola bilər. Yaxşı. Və həmçinin də asi mömin. Sən ona bir səfərə külli olaraq nifrət eləmirsən. Əksinə onun imanı cəhətdən sevirsən, asili cəhətdən isə nifrət edirsən. Sonra sənin ona olan o nifrətin ona nəsiyyət eləməkdən üst söndürməyə sənə vacib eləmir. Yəni sən nifrət etsən də nəsiyyət eləmirsən, ona yox. Deyirsən ki, mən bunun üzünü görməyə, bu kişinin üzünü görməyə taqatım yoxdur. Üzünü görməyim heç bunun. Onun mənzərəsini görməyə belə nifrət edirəm. Sən öz nəfsinə qalib gəl, ona zəng elə, ona nəsiyyət elə. Allah təala ola bilsin ki, sənin əlinə ona hidayət verər, ümidini üzmə gələn. Necə sən Allah Subhanahu taala hidayət verəcək bir kəsi uzaqlaşdıra bilərsən? Əgər Allah Subhanahu taala bir kəsə hidayət vermək istəyirsə də, onu ondan uzaqlaşdıra bilmərsən sən. Sən boynuna düşən elə çatdır gələn. Misallar buna çoxdur. Vaxtımızda, indi zamanımızda da bu şeyə misal çəkmək olar. Və bizim vaxtımızda olan misallarda İbn Seymur Rahiməhullah deyir bunu. Bəzi insanlar, fasik insanlar vardı ki, Allah Subhanahu taala onları haqqa dəvət edən kəslər üçün elə kəslər
asadlaşdırıbdır ki, onlar haqqa dəvət edən kəslər çıxıbdır və onlar hidayət olunublar. Asi olan kəslər hidayət olublar. Və dəvət edənlərin özlərindən də yaxşı olublar. Subhanallah. Yəni bu bu zamanda həmçə keçən zamanlarda da bu şeylərə olmuşdu və buna çoxlu misallar çəkmək olar. Keçmiş zamanlarda məsələn Xalid bin Valid Allahın müsəlmanların üzərinə radiyallahu anhu da İslam qəbul eləmişdi sonra yəni İslamdan öncə müsəlmanların üzərinə açıq qılıçla düşərdi. Yəni Uhud döyüşündəki mövqeyi bəlli idi onun, məşhur idi, bilinirdi ki, necə edir, götürür 2 dənə döyüşçünü və özü də Qureyşdən olan kəsləri də müsəlmanları dağ tərəfdən müsəlmanların üstünə hücum eləmişdi. Və orada müsəlmanlar məğlubiyyətə uğramışlar, həmin vaxtı bilirsiniz də. Sonra Allah Subhanahu taala ona hidayət verir. İslamda, təsəvvür et, cahiliyyətdə də məğlub olmayıb bu adam. İslamda da məğlub olmayıb. Subhanallah. Həmçinin Ömər ibn Xattab. Rasulullah sallallahu əleyhi və səlləm gətirdiyi şeyə ən nifrət edən insan idi. Yəni insanların içində ən nifrət edəni idi. Rasulullah sallallahu əleyhi və səlləm ilə gəlmişdi, Risalə ilə. Onu nifrət edirdi. Allah təala ona hidayət verdi. Allahın avliyalarından bir avliya olur. Bu ümmətin ikincisi olur. İkinci xəlifəsi. Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonra birinci Əbu Bəkirdir və sonrası budur. Bunun üçün də sən ümidini üzməginə, demək ki, mən bu kişiyə taqətim yoxdur, bunu görmək istəmirəm, bunu eşitmək istəmirəm, mümkün deyil ki, mən onun yanına gedim. Sən əksinə get, ümidini üzməginə, qəlblər Allahın əlindədir. Allah Taala'dan istəyirik, istəməliyik ki, bizə də, sizlərə də, ona da hidayət versin, düz yola hidayət yönətsin. Əgər bir kəs desə ki, nifrət nəfsdə baş verən infialdır. İnfial yəni o nəfsdə yaranan bir şeydir də. Necə bir insan birini sevə bilər? Sən nifrət edirsən, nəfsdə bir şey yaranıb, necə sevə bilər? Fəl-hubbu mə yəmlikul insanu ən yuhibba şəxsən. Yəni sevgi insan bir şəxsi sevməsi öz əlində deyil. Və yaxud da bir kəsin sevgisini azaltması da öz əlində deyil. Və yaxud da sevgisini artırması da öz əlində deyil. Yalnız bir səbəblərə görə sən insanı sevirsən. Yəni səbəblər yaranır, səndə o sevgi yaranır. Yəni sən onu artıra bilirsən, azalda bilirsən. Səbəblərə görə sənin sevgin artır və sənin sevgin azalır. Bunun üçün də Peyğəmbər sallallahu əleyhi və səlləm öz həyat yoldaşları arasında qisməti böləndə, gecə qismətləri var da, payları, haqları var. Bunu böləndə deyir ki, ey Allahım, bu mənim bölgümdür, malik olduğum bir bölgüdür. Malik olmadığımda məni qınama ki. Yəni, bir gecə burada olacaq, bir gecə orada olacaq, bir gecə burada olacaqdır. Haqlarını güc çatdıqca verəcəkdir. Bu bölgü zahirdə olan malik olduğudur. Amma malik olmadığım, yəni burada sevgini qəsd edir. Məlumdur ki, Rasulullah sallallahu aleyhi ve sellem Ayşə radiyallahu anhəni o birisi həyat yoldaşlarından daha çox sevərdi. Bunun ixtiyarı ilə deyildi. Yəni, hədə bir qeyri-ixtiyar, yəni insan istəmədən olur. İnsanın meyil eləməsi qəlbi bir əməldir. O qəlb meyilidir. Onu insan deməsin ki, ey, mən belə yox. Qəlb meyilidir ona. Əgər bir kəs desə ki, qəzəb el-ğadabu infialun la yumkinu lil-insani en yusaytir alayh. Yəni insanın baş və infialdır, belə qeyri-adi risk hərəkət olur, qəzəblənəndə insan, insanın daxilindən gəlir, insan onu əhatə eləməsi mümkün deyil. Hökm altına götürməsi mümkün deyil yəni. Cavab budur ki, infiallıq nədən baş verir? Feildən baş verir. Əgər bir feil olarsa, bir əməl olarsa da ondan yaranan bir nəticədir. Sən o qarşıda olan bu əmələ görə səndə o hal yaranır, o qəzəb halı yaranır. Məsəl olaraq sən bir kəsi səbəblər üçün sevirsən. Məsəl üçün iman səbəbi ilə sevirsən, yaradılmışlara fayda vermək səbəbi ilə sevirsən, əxlaqının gözəlinin səbəbi ilə sevirsən, sənə xidmət elədiyi üçün sevirsən. Bundan başqa olan çoxlu şeylər üçün. Bu şeylər, səbəbləri xatırlayırsan, onu sevirsən. Belə olur. Lakin bir şəxsə və la təkrahu şəxsən illə həmçinin də bir şəxsə nifrətin səbəblə olur.
Yəni sən o karahiyyət şeyləri fikirləşirsən, ondan onun qəzəb gətirəcək şeyləri fikirləşirsən və nifrət edirsən. Lakin mə zəlikə yənbəği lil insani ən yu'rid anil əsbəb əlləti tucibul bağda mə əxihi. İnsana lazımdır ki, qardaşı ilə kin yaradacaq səbəblərdən uzaqlaşsın. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bir-birinizə nifrət eləməyin. Həqiqətən nifrət onun səbəbləri vardır, sevgi də onun səbəbləri vardır. Əgər sən nifrət səbəblərindən uzaqlaşıb onu unudası olsan, Allahın izi ilə səndə olan o kin, güdrət gedəcəkdir qardaşına qarşı olan. Unut. Unutsan gedəcəkdir. Unutmasan yox. Peyğəmbər sallallahu əleyhi və səlləm ona görə deyir ki, bir-birinizə nifrət eləməyin. Bu bölümdən ki, bir kəs ona deyir ki, ey Allahın Rəsulü, mənə nəsihət elə, deyir, qəzəblənmə. Yenə deyir, 3 dəfə təkrarlayır, deyir, qəzəblənmə yenə. Yəni, qəzəblənmək nədən olur? Yəni, sən unut, bu şeyləri unut. Özünü görsən, səni qəzəbləndirici şeylər var, unut yenə, fikir vermək yenə. Bu halda yəni, sən qəzəblənməyəcəksin. Qəzəb nədən? O diqqət yetirəndə olur da qəzəb. Məsələn, qardaşlar var ki, onun yanında sevinçlə çıtlayanda qəzəblənir. Deyir, özüm təhcə çıtlayıram. Məsəl üçün, buna oxşar şeylər. Qardaşlar var ki, deyir, özüm ağzımı maçıldadım, başqası maçıldasın. Məsəl çəkəydi. Niyə? Çünki o səbəbi fikirləşdiysə qəzəbləndir o. Sən onu fikirləşməsən, fikir verməsən, ötüb keçəcək bir. Yaxşı. Sonra əgər bir insan desə ki, İnnəl qadabə cəmratun yulqihə şeytan fi qalbi ibn Ədəm. Bir insan deyir ki, həqiqətən qəzəb şeytanın Adəm oğlunun qəlbinə atdığı bir kömürdür. Necə ki, hədisdə gəlmişdi, onu söndürmək mümkün deyil. Və yaxud da ki, onu söndürməyə yol yoxdur. Deyirik ki, əksinə yol var. Sən səbəbləri götürgünən, hansı ki, sənin qəzəbini azaldacaq səbəbləri götür, hətta səndən o qəzəb getsin. Yenə mənsən, ayaq tutarsansa oturursansa uzanırsan, və sonra o şeyləri unudursan, o qəzəb səndən getmiş olur. Sonra deyir, bir-birinizə arxanızı çevirməyin, qalsın, gələn səfər davam edərik. Allah-u Teala'dan istəyirəm ki, bizlərə faydalardan etsin. Amin.